Salam və hörmətli izləyicilərimiz, Binəqədidə yeni 4 otaqlı həyət evimiz satışa çıxır. Buyurun yaxından çəkək. Bura həyətimizin giriş hissəsidir. Həyətin böyüklüyünə baxın. Toyuq bizə saxlamaq üçün atlayın yeri var. 3 sotun içindədir ərazimiz. Gəlin bir də arxa tərəfdə göstərək. Baxın, həyətdə özü üçün yaşıllığı da var. Ağaclar da, meyvə ağacları da var gördüyünüz kimi. Evimizin arkasında kiçik belə bir dənə yol da var. Aha. Divardan aralıdır. Şəxsi tikili evdir. Ev qoşa daş tikilidir. Həyətdə baxın. Gəl. Evimiz yerdən 7 daş kürsülüdür. Evimizin giriş hissəsində balaca bir dənə belə oturmalı yer var. Gördüyünüz kimi üstü bağlıdır. Buranın da təmin olunur. İndi təmir hərəkətə yanır. Yəni buradan başlayır. Gördüyünüz kimi çöldə bir dənə də belə bir əldamı var. Kiçik bir əldamı. Gördüyünüz kimi. Baxın evimizə. Evimizin giriş hissəsi gördüyünüz kimi koridordur. Burada istədiyiniz kimi bir dənə bu cüründən meyvə yığa bilərsiniz. Həm qutqu üçün, həm ayaqqabılarınız üçün. Yəni evimizin qonaq hissəsi otağına keçək. Bu evimizin qonaq otağı hissəsidir. Gördüyünüz kimi böyükdür. Yeni təmirdir. Buraya evimizin mətbəx hissəsidir. Bəz yüngü, kosmetik işlər var mətbəxin. Yəni indi alan inşallah kiçik bir şeylərdə çox böyük şey deyil. Ticar otağı. Evimiz kombi sistemi deyil, İran pet sistemi var. Yəni bütün otaqlara bəs eləyir, ev onsuz qoşa daşdır. Evimizin sanuzəni çəkək. Gördüğünüz kimi sanuzeli de böyükdür. Buraya evimizin növbəti yataq otağıdır. Gördüğünüz kimi əşyalı olub, necə böyükdür. Buraya remonta ehtiyac yoxdur. Sadəcə kiçik biraz kuxnada işlər var. Buraya digər yataq otağımız. Evimiz Binəqədi Mehdabad yolunda yerləşir. 4 otaqlı həyət evidir. Qoşa daşlar tikilib. Evimiz kombi sistemi ilə yox, istilik sistemi, İran peti sistemi ilə isidilir. Həyətimiz var. 3 sotun içindədir. Yerdən 7 daş kürsülüdür. Kimin başqa əlavə nə sualı varsa bizim əlaqə nömrəmizdə və ya mesaj bölməsinə yazaraq məlumat ala bilər. Sağ olun.